İsmailinin havası sanki dağ çiçəklərinin ətri ilə qarışıb. Təmizliyindən nəfəs alanda sinəyə bir rahatlıq, ruha bir aramlıq dolur. Bura gələn qonaq sanki vaxtın axışını unudur. Ən qədim dəyərlərə toxunur, insanla təbiət arasındakı əbədi harmoniya hissini duyur. Çünki bu diyarın insanları qonağı Tanrı payı bilir. Qapıları açıq, süfrələri geniş, qəlbləri işıqlı olur. Çörəyi bölmək, çayı paylaşmaq, qonağa xoş gəldin demək burada təkcə ənənə deyil, vicdan borcudur. Kəndin zəhmətkeş qadınları bu torpağın əsl dayağıdır. Onlar həyatın bütün çətinliklərinə mərdliklə sinə gərər və kəndin kişilərindən heç də geri qalmazlar. Gün doğan kimi həyat bacaya səpələnir, toyuq cücəyə baxar, mal qaranı sağar, südün hər damlasını qiymətə mindirib ağartı hazırlayarlar. Şoru öz əlləri ilə çalarlar, pendiri səliqə ilə basarlar, yağı hazırlayıb xalis qızıl kimi süfrəyə təqdim eləyərlər. İsmail'in torpağı kimi adamları da təmizdir. Bu yerlərdə həyat kənd axarı ilə gedir. Amma o adi axar içində bir ucalıq, bir ziyafət gizlidir. Tarlaya gedən qadının namusu kimi torpağın da qazanılan hər buğdası halal zəhmətin bəhrəsidir. Hər çoban öz sürüsünü, hər bağban öz bağını, hər ata öz ocağını qoruyar. Sanki hər kəs bu torpağın bir keşikçisidir. İsmail'lı bugün də keçmişin mərdliyi, bugünün zəhməti və sabahın ümidi ilə nəfəs alır. Burada həyat torpaq kimi məhsuldar, dağlar kimi uca, insan sevgisi kimi genişdir. Bu diyarı sevən adam onun təbiətinə valeh olur. İnsanına hörmət edir, qonaqlarından xeyir tapır. Çünki buranın ruhu pakdır. Torpağı bərəkətli, insanı əli açıqdır. Bu yurdun hər nəfəsi, hər səsi, hər baxışı həyat sevgisindən yoğrulub.